İnşallah sen böyük oyunda. Neyse işleyir. Ha? Yok. Ne oldu abi? Bunun avamını ip kəsməyinə var. Haçandan kuş açkını ip kəsirlər. ...165, 167. Ha, ve kardeş özü doğrasın. Hale. Sen doğra, biz baxaq. 170. Tokumuz çok zayıf. Hepsinden artıq zayıfdır. Hale. At, onu tutayat. Nazik ilişki. At geçsin. At. 173. Oğuzun Mollalı kəndi. At. 4 kilo var düşün. Dedim ben onu bırak geçsin. 165, 151'e de şura tokumuz. Yani o kadar zayıftı. Ama harda kimin aparatı 4 kilo da aparatı 151'den işleyir. Öyle bir şey yoktur. Pişirmeye de normaldir. O ne kadar tok güçlü olsa otu çok hatasız bir de o var ha. Aborot nasıl da o kadar pişirecek kabağa. Tok zayıf olan da yani orada pişirmeyecek, bura pişirecek. Yani tok çok olan da dəqiqədə 3000 aborot fırlanır. Mesela burada 174'tür. Dəqiqədə 2000 aborot fırlanır. 1000 aborot zayıf fırlanır. Ona göre pişirə də bilmir qabağa. Bilirsiniz de onu. Ama doğramağa belə baxma, pis də doğramır. At geçsin onu, bak. 153'e düşür. 152'ye düşür maşallah. Bakım ona. At geçsin göre gelen şey yatmayacaq motor. Aslında bizim aparat yatmır. Hep o tok zayıftır diye. 152, 154, 159, 161. At, onu tutayat. Talih onu tutayat. İşi belə görmək lazımdır. Mənə bax. Klient yanımızda baxanda klient də ləzzət alsın. Mən özüm klient baxanda görüm klientin ürəyincədir. Mən özüm də ləzzət alıram. Kardeşim nətər doğrayır? Əladır. Tokun zayıf olsa da mənə bax. Süper də doğrayır. Çok zayıfdır tok ama süper 167'ye düşür. 167'den hansı aparat işləyir bu vəziyyətdə yoncanı doğruyor. Kimsə desin ki usta doğruyur. Bu tok burada 210 ola mənə bax. Presin diye qurtarmışdı bəlkə də. Bunun tokun gücleliğin 4 kW tokun gücleliğin 1 dəqiqə bir pres doğrayır. Amma belə zayıf olsa məcbursan bax atıp gözləyir. Düzlüğü olacaq 3 dəqiqə 4 dəqiqə. O da məndən asılı deyil. Yəni tokun zayıf olanda eləyir. Yəni tok güclü olan bilsən də heç dəqiqə başı atsan bir də qalın atsan da. Canlı olur bəli. Pis də doğramır. Tokumuz 175'den yukarı qalxmır hələ bax. Onu tutayat, görək yatmayacaq motor. Bax neçəyə düşdü? 138'e, 134, 161. Çok zayıftır. At, ona göre belə atarsan boğulmasın motorun. Çünkü tokun zayıftır. At. Oğuzun kəndidir, 4 kW üstünə 4 təkərimiz sarığı, danışan usta sarıqan biləsi var balasıdır. Səhifəmizdə nömrəmiz var. Dəmir Sərvətdən, TikTok'da da Dəmir Sərvətdir, YouTube'da da Dəmir Sərvətdir. Bütün bölgelere çatdırma uğraşma pulsuz, qiymət 1200 manat. Ot çəkir, arpa çəkir, buğda çəkir, saman çəkir. İndi arpamız da var orada, bir vedrə arpamız da çəkəcək. Üstünə qoyduğumuz güzel idi. Bax da nə istəyirsən, bunlar nə doğramalıdır. Sən də? Ay maşallah. Neçə yaşın var dədə? Ha hara düşürsən hara, qaçıb gizlənirsən. Dəbər görüm. Dəbərdən, hə? So, qardaş nətər doğrayır? Əladır, xeyirli olsun. Talih, sağ ol. Öpürəm başladım. Söndür bir dənə tok zəyifdir, söndür bir dənə arpan çəkək inşallah. So, bu bizim yoncamız. Tokumuz zayıf olsa da samolyot kimi işləyir, yoncanı qəşənglə çəkdir. Maşallah. Zayıf tokda bu işi gözləmirdim, amma belə də işlədi də. Qardaşın bəxtinə tokun o qədər yatmır. Zayıf olsa da yatmır, ya motor boğulmur, nəsə. Bəxti güclüdür qardaşın. Hə. İnşallah un ələyimiz də var, yarım ələyim. Bayaq şəkildə un ələyini qoyduq. Baxdın çəkilişə bərsinə? Hə, un kimi çəkmişdi. İndi bu isə bu yarım ələydir. Baxın, istəsən balaca eləyər, böyük eləyər, balaca qoyarsan, balaca eləyər, böyük qoyarsan. 4 dənə ələyi var da. Biri arpa buğdanı un eləmək üçün, yarım eləmək üçün. Otumuzu bax, bu quzu ələyindən çəkirdik, belə çəkdik. O da inə ələyidi. İndi 4 dənə ələyi var aparatımızın üstündə. Çatdırma pulsuz, nol fazab, saat təzə bıçaq sistemimiz belədir. Qardaş baxıb deyir, birinci bu bıçağın təzəliyin, sistəliyin Sabirabadın ətçələrkən aparmışdıq, baxın. Bu bıçaq, o birisi bıçaq da qəşəng idi. O birisi bıçağa tok çox güclü lazımdır. Bu tokda o birisi bıçaq işləməzdən bu işləyir. Zəif toklarda bu bıçaqda həm qəşəng doğrayıb yatma vermir. Amma o birisi bundan ideal idi, güclü tok. O da ehtiyac yoxdur. O motor tezsiz ama bu o qədər qızdırır. Bax. So, hazır.
rezini taxdıq, bunkeri qoyacağıq. Arxanı çəkəcəyik, meşok taxılır, şeydə inşallah. Bir də çətin bir şey yoxdur. Bir dəfə göstərdin, orada nə var? Deyir. Nətər fikrə getdi bir qədər. Şıxalın nəvəsi. Nə oldu? De görək. Dedi Əziz Körpə. Əziz Körpələ. Yarmışda tali. Dönüm o gün Oğuzda nə dedin? Dedin elektrik həm. Qabısını da tərsə geymişdi. Dedim qabı düzəl. Şi dedi ustasan dedi yox da mən elektrikəm. Allah at deyəcəm bunu nədir? Haqqadır da abi. Vələ bax. Biləsi var balası haqqadır da. Ha, güzel meşok verir saraq. Arada mən çəkiliş ilə deyib gülürəm mən amma işdə deyib gülmək olmasa o iş deyir. İşte demək də lazımdır, gülmək lazımdır, işte işin göstərisini göstərmək lazımdır. Həm iş rahat gedir, həm deyib gül vaxtımız gedir, həm də işi göstərir ki, klientlər baxsın ki, görsün kimlə nə alır, kim nə düzəldir, nə tərcəldir. O da meşoğumuz. İnşallah xoda sağ ol, Allahın köməkliyi ilə. Saat da neçədir? 5'ə qalır 15 dəqiqə. İnşallah aparatımızı yoxlayaq, biz təqəmət çay çək. Ya Allah. Allah məmək gəldi, əvərib keçiyor. Neçədir tok? Tok hal-hazırda 174. Hali, toku zəifdir, sən bu qədər qoy. Baxın nə qədər qoysan. Biraz qaldır, buna gəl. Qaldır, o belə qoy. Qaldır. Biraz da. Bunu çoğul eləyəsən çox gedər. Baxarsan, dora. 10 canlı oradan geçsin. Bilirsiniz də, orada tok güclü olanda o şıfırka var ha, sürtmə var ha. Onu çox açırsınız. Tok görsünüz zəifdir, onu biraz endirirsiniz aşağı. Sıxırsınız, yəni çox gedib boğmasın da motoru. Tok da belə 184, 184'dür. 185. Olan tokumuz budur. Olan tokumuzda uyğunda iş gördür. Belə də pis işləmir. %83, %82, %81. Belə bunu. Üstüne koyduğumuzsa yarım ələkdə. Üstüne lazım olsa çəkil. Elə aparatlar var, çəkilişlər var, bütün bölgələrə gedirik. Balaca ələyə qoyuruq, un ələyə qoyuruq, un kimi çəkir. Elə ələyə qoyuruq, yarım ələyə qoyuruq, yarıma çəkir. Elə ələyə qoyuruq, yəni quzu ələyə qoyuruq, quzu ot çəkir. Elə inək ələyə qoyuruq, inək üçün. Hərənin istəyi bir cürdür, hərənin zövqü bir cürdür. Bizdə işimiz peşəm nədir? Klientin zövqünə uyğun iş görmək. Biz bundan balamıza çörək qazanırıq, çalışır klientin rəğbətini qazanaq. Klient də bizdən sağ olsun, bizi seçib alırsa gözümüzdə yerlər var. Sağ olsun ki, elə klientlər usta Sarxan seçir, Biləsvar balasını, Biləsvar balası usta klientlərinin hər zaman qulluğundadır. 2 il zamaniyyət, motor yansa 2 il ərzində dəyişirik. Bütün bölgələrə çatdırma pulsuzdur. Səhifəndə nömrə var 070 298 38 18. YouTube'da da Dəmir Sərvətdir, TikTok'da da Dəmir Sərvətdir. Sonra nə bilim, gündə də bir dənə ortaya maşallah, gündə bir dənə Dəmir Sərvət çıxır, o deyir, Dəyirman mənəm, bu deyir, Hacı mənəm, bu deyir, Məşədi mənəm, olmaz belə şeylər. Azərbaycanda bir dənə nömrə bir Dəmir Sərvət, ikinci nömrə Dəmir Sərvət tanımırıq. Bəlkə kimsə tanıyır, həmin Dəmir Sərvət özünü tanıyır. Amma klientlər elə o tanımırıq, yaxşı şey deyirəm. Hərənin bir adı var da, maşallah. Mənim bir dənə usta dostum Ucarda Kazımdır, canavar kimi iş görür. Bir dənə Gəncəli Raqifdir, usta Raqif, o da canavar kimi iş görür. Bir Biləsvar usta Sarxandır. Taliyə tok zəifdir. Küçlü 160'a, çox vermə, 160'dır. 150, 160, 155. Çox vermə, boğular motor. Yəni reallığı deyirəm. Mən görsən tok zəifdir deyirəm, çox vermə motor boğular. Klientin yanında. Ya Allah burada tok zəifdir deyirəm, taliyə çox ver motor boğulsun, klient alırda elə şey yoxdur. Tok zəifdir, klientə deyirəm tok zəifdir. Tok güclü deyirəm, güclüdür. Güclüyə sətləyəmsə 165'dir. Qanunda motoru 1 saata 2 saata qızmalıdır. Bu tokdan yarım saata qızar. Motoru kontakt 149'a düşür, nə bilim 150'yə düşür, 161'ə düşür. Nətərdir? Tokun güclü vaxtları baxarsan, səhərzat ola bilər, güclü vaxtları ola. Tezdən 4'də 5'dən baxarsan, pik vaxtlarında inşallah. Bunun ölümü tokdur. Tok güclü olsa güclü işdir, zəifdir. O gün harası getmişdik, Oğuzun harasına getmişdik. Kişi gətirdi, bizə sılıq gətirdi. Göy sılıq gətirdi. Sılıq özümüzdən traktor doğrayamıyor. Hökman atırır, motor yatır, deyir, mənə daha elə atma. Yoncanı gətirdi belə atdı, deyir, gördüm sən videonu, deyir, mən görsən yonca doğrayıram. Yoncanı belə atsan, yoncanı doğrayır, yonca çığır kimidir. O sılıq doğrayan ot var, ondan gətir, yonca kimi ata bilməzsən, onu didməlisən. Neyle klientlə yine işin peşəmləri gətirib klienti başa salmaqda. Onu da baxaq qardaşım. Orada qalan təmizləməyə, sonra işlədən də o çıxacaq. Hələ o aslında qalan boş şeydir. 1-2% qalır. Vedriyə boşaldaq, belə qədər nə çəkir. Bizim canavarımız görək nə çəkir.
Yarım ələyə qoymuşuq ya, un ələyə qoymamışıq. Çox dağıtmır. Cəmaatın malında ziyan vermə, çox dağıtmır. Bax, nətər çəkir? Yarım ələyədir bu. İstəsən bu un ələyə daha unu qoysan qara un çıxardacaq. Baxarsan da malı elə bir yarımağına baxarsan nə verərsən 4 dənə 1 2 3 üstündə. Burada 4 setkası, otumuz, yoncamız, nə bilim hər bir şey hepsi. Xeyirli olsun qardaş. Əladır. Allah xeyri versin. İş budur, keyfiyyət budur. Sağ ol. Sağ ol qardaş. Allah aldığından min qat əvəzini versin, min qat xeyrini versin. Qulluğundayıq. Sağ ol. Sağ ol başladım. Sağ ol. Sağ ol.